Son illərdə xanımlar prokurorluq orqanlarında daha çox işə qəbul edilir. Bununla da bir neçə fərqi var. Hüquq fakültəsində təhsil alan xanımların sayı ildən ilə çoxalır. Həmçinin prokurorluq orqanlarında işləmək arzusunda olan xanımların sayı da çoxdur. Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluqla bağlı yeni qəbul olunmuş gənclərin and içmə mərasimində çıxışı zamanı bildirib ki, hazırda prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır. Onlardan da 12-si rəhbər vəzifədədir. Vətən müharibəsinin başa çatmasından sonra keçirilən 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul olunub. Baş prokuror qeyd edir ki, bugün and içən 51 gənc and içib və bununla da müsabiqə yolu ilə qulluğa qəbul olunan prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97%-ni təşkil edir.